Salam əziz izləyicilər. Böyük mütəfəkkir şair Sədi Şirazi deyir ki, yatmış yatmışı necə oyada bilər, ruhu şad olsun. Bu şeirimiz də yenə öz xislətimizə aiddir. Bugünkü həyatımız Avropada keçmişdir. Oralarda cəhalət başa çatmış, bitmişdir. Yaşam həddi, özgürlük çatıbdı üst pilləyə. Kimə lazım gözünü qaranlığa zilləyə? Sıxıntı çəkmək üçün tapmaq olmur bir əsas. Məmur xidmət üçündür, odur ki, yoxdur qisas. Hakim haqqa söykənir, qərarı uyğulanır. Eşitdikcə bunları içimiz duyğulanır. Hansı birim bunların düşündüm ki, qısqanım. Avropadan bizə nə? Təlaşlanma, ay canım. Oxşamaq istəsək də, əslində çox fərqliyik. Xəmirimiz başqadır, qardaş, bizlər şərqliyik. Diqqətinizə görə minnətdaram.